Kərbəla bizə öyrədir ki, insan yeri gələndə yox deməyi bacarmalıdır. Zamanəmizin insanlarında çox problemli bir məsələyə çevrilib. İnsanlar bəzən, bəlkə də çox vaxt yox deyə bilmirlər. Bir çox problemlər də bu yox deyə bilməməkdən yaranır. Məsəl üçün, bəzən bir təklifə, bir dəvətə, bir günaha və yaxud da nəfsin əmrlərinə yox deyə bilmir insan. Kim nə deyir? Deyir baş üstə. Bunu elə baş üstə, belə ol baş üstə. Hər şeyə baş üstə deyir, ləbbeyk deyir. Bunun nəticəsində nə olur? İnsan xaraktersiz insan olur. İnsanın şəxsiyyət problemi olur, şəxsiyyətsiz insan olur. İnsan ağlından artıq istifadə eləmir. İnsan öz həyatını yaşamır. İnsan başqalarının həyatını yaşayır. Robot kimi yaşayır insan. Məşhur psixiyatrist var, idi daha doğrusu, dünyasını dəyişib. Mənim elmi araşdırmam da onun nəzəriyyələri üzərindəndir. Viktor Frankl. O, bu cür insanlar haqqında deyir ki, həmin bu Viktor Frankl deyir ki, bu cür insanlar öz həyatlarını yaşamazlar. Başqalarının yaşadığı kimi həyat yaşayarlar. Və yaxud başqalarının istədiyi həyatı yaşayarlar. Yəni, özlərinin müstəqil fikri olmaz. Müstəqil yaşaya bilməzlər.